Salam əziz dostlar, dəyərli insanlar. Bugün gündəmlə əlaqəli olan bir məsələ barədə danışmaq istəyirəm. Jurnalist dostlarımızın mövzu ilə əlaqəli suallarına bu video vasitəsilə cavab vermək, fikrimi paylaşmaq arzusundayım. Söhbətimə başlamamışdan əvvəl qeyd etməliyəm ki, məsələyə nə şiə, nə də sünni kimi yanaşıram. Çünki hər şeydən öncə mən Azərbaycanlı bir müsəlmanam. Yəni, xalqımı sevən, xalqımın inkişafı üçün, xalqımın məfhumat və cəhalət bataqlığından çıxması üçün çalışan bir maarifçiyəm. Mənim əsas məqsədim, missiyam bundan ibarət. Məfhumatdan və xurafatdan bezmisinizsə, Elşad Mirinin YouTube kanalına abunə olun və paylaşın. Bilirsiniz ki, bir müddət əvvəl İranın silahlı qüvvələrinin ən böyük qoşunu, İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qasım Süleymani ABŞ tərəfindən atılan raketlə qətlə yetirildi. Mən burada, bu videomda Qasım Süleymani haqqında, onun pis və ya yaxşı adam olması barədə, onun ölkəsi üçün etdiklərini müzakirə etməyəcəm. Mən Azərbaycan vətəndaşlarının başqa ölkənin vətəndaşını, öz ölkəsinin mənafeyi üçün çalışan bir vəzifəlisini qəhrəman elan etməsinə etirazımı burada bildirmək istəyirəm. İnsanlarımızın ayrılmasını, daha çox maariflənməsini istəyirəm. Unutmaq olmaz ki, hər ölkənin öz mənafeyi var. Həmin ölkənin vətəndaşlarından tutmuş vəzifəli şəxslərdən kimi hamısı həmin mənafeyin həyata keçməsi üçün çalışır. Sadə həqiqət, reallıq əslində budur. Təkcə Ermənistan baş naziri Nikol Paşinyanın Xocalı soyqırımı günü, yəni fevral ayının 26-sında Tehrana səfər etməsini, İranın vəzifəli şəxslərinin, hətta nazirlərinin də iştirak etdiyi bir tədbirdə erməni icması zalın arxasında separatçı Dağlıq Qarabağ Respublikasının bayrağını asmasını, şüarın üzərində isə Qarabağ Ermənistanındır yazılmasını sadəcə burada sizə xatırlatmaq istəyirəm. Amma mən Amerikanın da məli olduğunu iddia eləmirəm. Onun etdiyinə də heç cür haqq qazandırmıram. Sadəcə bu cür məsələlərdə ictimaiyyətə açıqlanmayan müxtəlif siyasi oyunların olduğunu politologlar və siyasətçilər əslində yaxşı bilirlər. Bunun üçün müstəqil düşüncəli bəzi qərb analitiklərinin analizlərini oxumaqla da müəyyən fikrə sahib olmaq mümkündür. Əslində nə baş verirdi? İran gördü ki, qonşu ölkələrdə müxtəlif oyunlar həyata keçirilir. Məsələn, İraqda hakimiyyət Amerika tərəfindən dəyişdirildi. Eyni aqibətin öz başına gəlməməsi üçün İran da Amerikaya qarşı yaxın şərqdə öz mövqeylərini gücləndirməyə başladı. Süleymani də İranın maraqlarını yaxın şərqdə həyata keçirən əmrə tabi olan bir general idi. Və nəticədə həmin general Amerika tərəfindən qətlə yetirildi. Bir nəfərin qətlə yetirilməsinə cavab olaraq bu məsələ ilə heç bir əlaqəsi olmayan müxtəlif ölkələrin 176 vətəndaşının, uşaqların olduğu təyyarənin vurulmasına, cənazənin dəfnə əsnasında 50-dən çox insanın, çoxluğun, izdihamın, qələbəliyin arasında qalaraq can verməsinin heç bir izahı yoxdur. Çünki Allah Quranda bir insanı öldürməyin bütün bəşəri öldürmək, bir insanı xilas etməyin də bütün bəşəri xilas etmək olduğunu xüsusi olaraq Maidə surəsində buyurur. Buradakı bir insan deyiləndə heç kimin vəzifəsi, etdikləri və s. nəzərə alınmır. Bir bəşər, bir candır. Mən ona görə deyirəm ki, əziz Azərbaycan vətəndaşları, din adı altında həyata keçirilən siyasi oyunların qurbanına çevrilməyək. Gözümüzü açaq. Məzhəbpərəstlik bizim gözümüzü bağlamasın. Unutmayaq ki, biz müsəlmanıq. Allah Quranda bizim birləşməyimizi, qruplara, firqələrə, məzhəblərə, təriqətlərə bölünməməyimizi istəyir. Hətta əmr eləyir bunu. Ali İmran surəsində "Va'tasimu bihablillahi cemiyan və la tafarraqu" deyir.
Allah bizi Kur'an'da Müslüman adlandırır. Güzel halkım, mezhebinden aslı olmayan güzel insanlar. Siz, biz daha çok birliğe, beraberliğe layıkız. Bizim bölünmeye, parçalanmağa değil, birbirimizi başkalaştırmağa yok. Daha çok can deyip can eşitmeye ihtiyacımız var. Buna göre de ben mariflənməyin, bunun da düzgün aparılmasının tərəfdarıyam. Mən istəyirəm ki, hər birimiz Allahın ipindən möhkəm yapışaq. Çünki bu ip qırılmayan ipdir. Bizi yarı yolda qoymayan bir ipdir. Bizi ayrı-seçkiliyə aparmayan, bizi qruplaşdırmayan, insanları başqalaşdırmayan ipdir. Ona görə də mən sizi ancaq və ancaq Allahın ipi olan onun kitabına, yəni Qurana dəvət edirəm. Qurana çağırıram. Allahın kitabına səsləyirəm. Allahın kitabı ətrafında birləşməyə çağırıram. Çünki başqa yollar bizi birliyə aparmır. Əgər biz Allahın kitabını yeganə və əsas mənbə olaraq qəbul etməsək, müxtəlif məzhəbləri Allaha aparan yol kimi görsək, bu bizim reallıq, ədalət, vicdan hissimizi aradan qaldıracaq. Özünüzü sizinlə eyni məzhəbdən olan insanın səhvinə, düzünə baxmadan müdafiə etmək məcburiyyətində hiss edəcəksiniz. Təqlid etdiyiniz hansısa Ayətullahın, hansısa Ayətullahul Üzmanın sözlərini, onların etdiklərini, davranışlarını, kitablarına yazdıqlarını təkrarlamaq zərrətini hiss edəcəksiniz. Amma siz də, biz də unutmamalıyıq ki, bizim müştəhidimiz nə İrandadır, nə İraqda, nə Qumdadır, nə Riyadda, nə Mədinədədir, nə də İstanbulda. Mənim də, sənin də yol göstərənim ancaq Qurandır. Biz Quranı oxuyub, dərk edib ona uyğun yaşamağın əvəzinə ya İranı müdafiə edirik, ya Səudiyyə Ərəbistanını. Vətəndaşlarımızın beyinlərini Səudiyyədə, İranda, İraqda, Türkiyədə yaşayanlara girov vermələri əslində ciddi təhlükədir. Orada yaşayan din adamlarına. Sabah biri sünnini, digər isə şiəni müdafiə edəcək. Bəs bizim birliyimiz, qardaşlığımız, bacılığımız harda qalır? Bəs nə sünni, nə də şiə olmayan, hətta müsəlman olmayan digər bu ölkənin vətəndaşlarının yanaşması harda qalacaq? Onlara qarşı münasibət necə olacaq? Sizin bu etdiyiniz doğru İslamdırmı? Allahın bizə göndərdiyi adam olmağımız, insan olmağımız üçün bizə nemət olaraq bəxş etdiyi dini yanaşma budurmu? Dostlar, gözəl insanlar, dəyərli adamlar, sizə müraciət edirəm. Ay mənim dəyərli şiə qardaşlarım, bacılarım, din adı altında İrana kör-körənə uymayın. Ay mənim sünni, sələfi qardaş və bacılarım, kör-körənə Səudiyyə Ərəbistanına tabi olmayın. Oradakı din xadimlərini təqlid eləməyin. Bizi şiə, sünni, sələfi, rafizi kimi adlarla adlandıranlara aldanmayaq. Bizi Allahla aldadanlara inanmayaq. Onların din dediklərinə deyil, Allahın din dediyi kitabına, Qurana tabi olaq. Çünki Allah bizi Qurandan müsəlman adlandırır. Gəlin indi özümüz fikirləşək. Biz Allahın müsəlman adlandırmasını bəyənmədik ki, özümüzü şiə, sünni, sələfi və s. adlandırırıq. Əslində, düşünsəniz görəcəksiniz ki, nəticə necə yanlışdır. Ona görə burada qərarı sizə buraxıram. Dostlar, sizi İrana, Səudiyyəyə, Türkiyəyə tərəf çəkmək istəyənlərə etiraz edin. Allah sizə ağıl verib, şuur verib, dərrakə verib, iradə verib, vicdan verib. Siz bunlarla düşünüb Qurana gəlin. Kimi sevirsən sev. Amma başqa dövlətin əskərini, generalını, milli qəhrəman kimi, dinimizin şəhidi kimi bir-birimizə aşılamayaq. Mən şiə qardaş və bacılarımızın dini heysiyyatlarından istifadə edilməsinə qarşı çıxıram. Onları məzhəbçiliyə, radikallığa, kinə, nifrətə aparanlara etiraz edirəm. Bircə dəfə kitaba yönəldin. Siz dostlar görmüsünüz ki, bu adamlardan hansısa desin ki, kitaba gəlin. Allahın kitabına müraciət edin. Məni yox, Allahın kitabını əsas alın. Siz Allahın kitabına gəldiyiniz vaxt, çünki məzhəbçi olmayacaqsınız. Siz məzhəbpərəst olmayacaqsınız. Siz insanları başqalaşdırmayacaqsınız. Özünüzü hansısa məzhəbin nümayəndəsi hesab etmək məcburiyyətində qalmayacaqsınız. Burada ölkənin dini məsələləri ilə məşğul olan qurumlarını da fəaliyyətə dəvət edirəm.
İlk olaraq sizlər məzhəbçilərin girovundan qurtulmalısınız. Məzhəblərinə görə qruplaşmalara imkan verməməlisiniz. Bundan sonra məsələlərə daha düzgün, daha realist, daha məntiqli fikirlər səsləndirməli və buna uyğun olaraq işlər həyata keçirməlisiniz. Dini sahədə hər şeyin gözəl olduğunu iddia etməklə hər şey gözəl olmur. Bütün günü tolerantlığın, multikulturalizmin olmasından bəhs edərək dövlətin ayırdığı pulları bu kimi tədbirlərin keçirilməsinə həsr etməklə inanın vallah billahi iş bitmir. Eyni adamları yığıb, eyni sözləri deməklə iş görülmüş olmur. İranın ali dini liderini öz dini rəhbəri olaraq qəbul edənlərlə, iyini dadanlarla bu işi görmək mümkün deyil. İranın nə olduğunu bilməyənlər üçün ölkədə konferanslar, tədbirlər keçirməklə dini sferada mövcud olan situasiyanı dəyişmək mümkün deyil. Bununla təhlükə aradan qaldırılmır. Bu sahədə söz sahibi olan dövlət qurumunun rəhbərliyinə səslənirəm. İcra hakimiyyətlərinin resurslarından istifadə edib, eyni adamları zala doldurub, bu qədər tədbir keçirdik deyə cəmiyyətə üstünlük verməklə maarifləndirmə aparmaq mümkün deyil. Siz fikir verirsiniz ki, dini sahədə vəziyyət nə yerdədir? Əgər bu məsələlər biraz daha qabarsa, düşünürsünüz ki, nələr baş verər? Nardaran Gəncə hadisələrini düzgün analiz etdikmi? Əslində dostlar, ölkədə dini məsələlərlə məşğul olanlar bu məsələni düzgün təhlil edib nəticə çıxarmalıdırlar. Dini komitədən və ya Qafqaz Müsəlmanları İdarəsindən kimsə çıxıb bu barədə fikrini bildirdimi? Yox. Amma bunlar bu cür mövhumata, xurafata, cəhalətə qarşı gələn, öz missiyasını maarifləndirmə olaraq qəbul edən bir adamın İslamda yoxdur adlı kitabını qadağan etməklə məşğuldurlar. Televiziya ekranlarının çıxmasının qarşısını almaqla öz işlərini davam elətdirirlər. Bu qadağalarına haqq qazandırmaq üçün müxtəlif müsahibələr verir, çıxışlar edirlər. Səhvlərinə haqq qazandırmağa çalışırlar. Niyə bəs bu məsələ barədə kitabımı yasaklayanların bircəciyi çıxıb çıxış etmədi? Niyə biri çıxıb fikirlərini açıqlamadı? Yoxsa dini komitədə də kimlərsə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi kimi İranın ali dini liderini özlərindən dini rəhbər bilirlər. Sosial şəbəkələrdə bir analiz aparın, görün kimlər bu məsələlərdə hansı mövqeyi nümayiş etdirirlər. Sizin xəbəriniz var ki, gənclərimizi bu cür yanlış məsələlərlə, din anlayışı ilə nə qədər çaşdırmağa çalışırlar? Şəklini sosial mediada profilinə qoyanlar, ağalarının İranın ali dini lideri Xamneyi olduğunu marş halında oxuyanlar, dəfn mərasimində həcdən 2 dəfə çox adamın iştirak etdiyindən ağız dolusu danışan ilahiyyatçı filosofçuqlar, şəhidin vətəni olmadığını iddia edən məscid axundlarından soruşmaq istəyirəm. Onlar bizim hansısa şəhidimizə yas saxlayıblarmı? Ermənilərə qarşı bizim haqq mübarizəmizdə yanımızda olub bizi müdafiə ediblərmi? Bugün sadaladığım məsələlər əslində dövlətçiliyimiz üçün təhlükəli bir məsələdir. Bu təhlükə bizim dövrümüzdə olmasa da gələcəyimiz üçün, övladlarımız üçün, nəvələrimiz üçün ciddi təhlükədir. Mən bu təhlükəni görürəm dostlar. Həyəcan siqnalının xəbərdarlığını edilirəm. İndidən tədbirlər alınmalı olduğunu qeyd edirəm. Mən bütün bunların qarşısını almaq üçün düzgün maarifləndirmə aparmağın lazım olduğunu, zəruri olduğunu, labüd olduğunu buradan hayqırıram. Hansısa məzhəbə mənsub olan ilahiyyatçılarla deyil, hansısa şəxsləri özlərinə rəhbər qəbul edənlərlə deyil, vətənini, millətini, xalqını üstün tutan və bu xalqın inkişafı üçün çalışan, bu xalqın xurafat, məzhəb, mövhumat bataqlığından çıxması üçün ömrünü həsr eləyəcək adamlarla maarifləndirmə işini aparmaq lazımdır. Düzgün maarifləndirmə işini, bunun altından xətt çəkirəm. Radikallıqdan, cəhalətdən, cahillikdən uzaq Allahın göndərdiyi İslam lazımdır. Biz bunları elədiyimiz təqdirdə düzgün şəkildə analizimizi, təhlilimizi aparıb bu yanlış yollardan insanımızı, xalqımızı, gənclərimizi xilas edə bilərik. Ona görə də mən hər kəsə səsləyirəm ki, ayıq olun, oyaq olun, bizi Allahla aldatmağa çalışanlardan, din vasitəsilə aldadıb əlimizdəkiləri almağa çalışanlardan,
qəlbimizdəki sevgini istifadə edib bizi yanlışa sürükləməyə çalışanlardan xilas olağın, ancaq hara gələk? Allahın kitabına gələk. Əziz dostlar, gözəl insanlar, ümid edirəm ki, burada qeyd etdiyim məsələlərdən yanlış anlaşılmaz. Mən burada hansısa bir məzhəbi üstün tutmaq və yaxud da hansınasa söz atmaq deyil, əksinə bütün məzhəbləri bir kənara qoyaraq Allahın kitabına əsas almağı və Allahın kitabına uyğun olaraq yaşamağı və bu məsələni əsas meyar seçməyimizi tövsiyə edirəm həm sizə, həm də özümə. Allah'a emanet olun. İnşallah növbəti videolarda görüşənədək. Məfhumatdan və xurafatdan bezmisinizsə, Elşad Mirinin YouTube kanalına abunə olun və paylaşın.